Ağsuda. Hay, Haycan, hə, Ağsuda. Çağırır da kurslar. Hə, neçəsi Zəngiyevdə də. Yəni bu şey var, təzə açılan var, müasir tədris mərkəzi. Axı ora Zəngiyev dəvət edibdi. Başlayaq. Deməli, ismin cəmlənməsi. The plural forms of the noun adlanır. Bax, ümumiyyətlə isim cəmlənməsi deyəndə bir dənə yadımıza saxlayaq ki, sayılan isimlər cəmlənir, sayılmayan isimlər cəmlənmir. Və isimlər cəmlənərkən S və ya ES şəkildə əlavə olunur. Təbii ki, bəzi yollarla da olanlar var. İndi hələ ki bunu keçirəm, sonra onu deyəcəm. Və isim cəmlənərkən qarşısındakı en artiklı düşür. Misal üçün e-book deyirəm, artıq cəmlənəndə olur books. An apple deyirəm, cəmlənəndə olur apples. The book deyirəm, cəmlənəndə olur the books. Yəni amma Z artiklı deyəsən ki, mənim Z-niyə düşmür. Z-də elə bir xüsusiyyət yoxdur ki, yəni bu bir demək deyil də, bu müəyyənlik bildirir. Bunu inşallah artikel dərsində öyrənəsən. Sonra bəzi isimlər var ki, S deyil də ES-lə cəmlənir. Sonu S, SS, CH, TH, XO, Z-lə birləşən, yəni bu belə deyək ki, hərflə bitən isimlər, yəni söz bu hərflə bitərsə, o zaman ES şəkilçisi ilə cəmlənir. Misal üçün bus olur buses, glass olur glasses, brush olur brushes, sandwich olur sandwich, watch olur watch, box olur box, potato olur potatoes, goose olur geese. Daha sonra yəni sonu S, SS, CH, TH, XO, Z-lə bitsə ES əlavə olunur. Ancaq bir dənə istisnamız var ki, sonu O ilə bitməsinə baxmayaraq S şəkilçisi alır. O hansıdır? Kilodur, fotodur, zoodur, radiodur, pianodur, bambodur, zerodur, autodur, kangodur, solodur, videodur. Yəni bunlar S əlavə olunur. Yəni ES ilə cəmlənmirlər. Sonra 4 dənədir, 4 ya da 5 dənədir. 5 dənə də isim var ki, bunlar həm S alır, həm ES alır. Onlar hansılardır? Bunlar Yunan, Latın mənşəli olmalıdır. Volcano, volcanoes, volcanoes. Buffalo, buffaloes, buffaloes. Moto, moto, motos. Tornado, tornadoes, tornadoes. Mosquito, mosquitoes, mosquitoes. Sən əsas nəyi bilməlisən? İndi onu da deyəcəm ki, buna diqqət edəsən. Bax, bu yuxarıda var. Birinci izah elədim. Və bu önəmlidir. Qayda 2 mütləqdir. Bunları sadəcə əlavə olaraq deyirəm. Yəni son vaxtlar bunlar çıxardılıb, amma yenə də əlavə eləmişəm mən. Ay Təstural səni çağırır. Hə. Sonra gəlirik nəyə? Sonra. Sonu F və V ilə bitən, F ilə bitən isimlər cəmlənərkən ES şəkilçisi alır və F də V-yə çevrilir. Misal üçün leaf olur leaves, life olur lives, sheaf olur sheaves, self olur selves. Deməli nə oldu? Sonu F-lə bitəndə ES əlavə olunur, FV-yə çevrilir. Yəni əvəzləmə olur. Calf olur calf, shelf olur shelves. Sonra bu üçüncü qaydanı izah eləmirəm. Buna ehtiyac yoxdur. 3 ilə 4-ə ehtiyac yoxdur. Bir dənə 4-ə elə belə deyim ki, bunu yəni əlavə olaraq yazmışam. 4-də bir dənə nədir? Bu 3 dənə scarf, scarf, hoof. Bunlar həm S-lə cəmlənir. S-lə cəmlənəndə heç bir dəyişiklik olmur. S-lə cəmlənəndə FV əvəzləməsi olur. Hə. Sonra gəlirəm ən çox testlərdə düşən və lazımlı olanlardan biri də budur. Deməli, nəyə diqqət edirik? Sonu Y hərfi. Yəni bu Y-dır, Azərbaycanlıların yığısıdır. Bizim də Y-ımız, ingilislərin də Y-dır. Sonu Y hərfi ilə bitən isimlərdə iki hal mümkündür. Y-dan əvvəl Sait gələrsə, S şəkilçisi əlavə olunur. Məsəl üçün boy olur boys, toy olur toys. Amma Y-dan əvvəl Samit gələrsə, ES şəkilçisi əlavə olunur və Y aya çevrilir. Məsəl üçün baby olur babies, lady olur ladies. Gördün? Lady oldu Bəli. ladies. Daha sonra bəzi isimlərdə var ki, bunlar ümumiyyətlə cəmdir. Və bu isimlərə iki hissədən ibarət olan isimlər deyilir və üç qrupa bölünür. Necə? İndi izah edəcəm. Yəni həmişə cəmdə olan isimlər üç qrupa bölünür. Birinci qrup iki hissədən ibarət olan isimlərdir. Yəni iki hissədən ibarət olur deyəndə belə yadında saxla ki, paltar sistemlərini, hə, paltar sistemlərini ümumiyyətlə İki, yəni biz demişdik ki, isim və birdən yuxarı olanda artıq o cəm hesabı olunur.
Artıq ikidir. İkidirsə artıq cəmdir. Məsələn, trousers deyirəm. İki hissədən ibarətdir şalvarın. İki qıçası varmı? Deməli, Temboy da bu isimlərin sonu S-lə bitir. Yəni özlərinin S-dir və bu həmişə cəmdə olan isimdir. Məsəl pijamasdır, glassesdir, sixorsdur, shortsdur, tongsdur, scalesdir, clothersdir, mitesdir, glovesdur, pantsdır. Bunlar belədir ki, həmişə cəmdə olan isimlərdir. Daha sonra ikinci qrup olanlar. Bu ikinci qrup olanlar da toplu isimlərdir. Bunların da sonu S-lə bitir. Amma bunlar paltar sisteminə aid olan bir şey deyildir. Bunlar ümumi isim gedir. Məsəl üçün good small, stars pilləkən, contest mündəricat, tropes qoşun, arms silah, weights maaş, reads var dövlət. Bunların zaten sonundakı S-i görəndə sən başa düşərsən ki, bu cəm isimdir. Amma bir də həmişə cəmdə olub, amma sonunda S olmayan var və bunu əzbərləməlisən. Bunlar da 5 dənədir və çox önəmlidir. Bunlar hansıdır? Polisdir, cattle'dır, poultry'dir, gentry'dir, people'dır. Və bunlar S şəkilçisi əlavə olanaraq cəmlənmir. Yəni S əlavə edib cəmlənmirsən, ya da IS əlavə edib cəmlənmirsən. Bunun cəmlilik tərkibindədir, yəni özündədir. Sonra gəlirik nəyə? Polis sözü. Polis sözü ümumiyyətlə bu isimlərin xəbəri həmişə cəmdə olur. Və yaxud da ki, gəl nəyə baxaq. Polis sözü. Polis sözündən sonra hər hansısa bir isim yoxdursa, hər hansısa bir isim yoxdursa, polis sözünün xəbəri cəmdə olur. Yox, polis sözündən sonra ikinci bir isim gəlirsə, bilirik də ingilis dilində iki isim yanaşı gələndə birinci aslıdır, ikinci əsasdır Azərbaycan dilindəki kimi. Və o zaman da xəbərim ikinci ilə uzlaşır. Məsələn, ikinci təksə xəbərim təkdir. İkinci və burada cəmdir deyə xəbərim cəmdir. Halbuki polis sözü özü cəmdir ha. Məsələn, deyirəm ki, polis comes. Come deyirəm. Polislər gəldi deyirəm. Amma burada artıq görürsən, ikinci bir isim olduğuna görə sən ikinci ilə uzlaşdırırsan. Xəbər ikinci ilə uzlaşdı. Sonra people sözü ilə bağlı bir qaydam var. People sözü adamlar mənasında cəmlik bildirir. Amma xəbəri də cəmdə olur. Amma xalq mənasında təkdə olur və cəmlənməsi S-lə cəmlənir. Bu çox da testlərə düşmür, amma ümumi olaraq deyirəm. Sonra Yunan mənşəli sözlərin cəmlənməsi bu sizə düşmür. Bunun üstünə bir dənə xətt çəkirəm. Qayda altı sizə düşmür, sizin testlər də düşmür yəni. Sonra gəlirik buna. Bu tək düşür. Bu nağdıdır. Təki cəmi eyni olan isimlər. Bəzi isimlər var ki, bunların təki də, cəmi də eynidir. Və bunlar cəmlənərkən nə S, nə də IS qəbul edir. Yaxşı, ay müəllim, bəs S, IS qəbul etmirsə, təki cəmi eyni olan isimdirsə, bunun təkini necə biləcəyin, cəmini necə biləcəyin? Əlbəttə ki, bunun özünün yolu var. Əgər bunun qarşısında E artiklı varsa, deməli bu isim təkdir. Amma qarşısında E artiklı yoxsa, deməli bu isim cəmdədir. Misal üçün bu isimlər hansıdır? Sheepdir, deerdir, fishdir, swine'dir, grossdur, troutdur, salmondur, serious'dur, spacious'dur, mincedir, crops'dur. Bu isimlər deməli nədir? Təki cəmi eyni olan isimlərdir. Və bu isimlərin qarşısında en artiklı varsa, 4 hərfli zizzət varsa, every, it varsa, xəbəri is, was, has, comes-dırsa, deməli bu isimlər təkdədir. Yox, bu isimlərin qabağında en artiklı gəlməsə, this, those gəlsə, all, both gəlsə, xəbəri cəm olsa, qarşısında some, any, many, few, a lot of gəlsə, deməli bu isimlər cəmdədir. Yəni, yadında saxla ki, ən çox testlərdə düşür ki, E artiklı yoxdursa qabağında, deməli bu isim cəmdədir və xəbəri də cəmdə olmalıdır. Anladıq bunu? Bəli. Sonra. Hə. Sonra gəldik nəyə? İngilis dilində 7 isim vardır ki, cəmlənərkən kökündən dəyişir. Bu isimlər hansıdır? Yəni bu isimlərə sən nə S, nə də IS şəkilçisi vermirsən. Bu isim birbaşa elə öz daxilindən dəyişir. Yəni bu isimlərin belə uşaqlara izah edirəm ki, A forması təkdir, O forması təkdir, E formaları cəmdir. Bu hansıdır? Mən, men, woman, food, feed, tooth, teeth, goose, geese, louse, lice, mouse, mice. Olmalıdır belə. Sonra, amma
Childla ox kökündən necə dəyişir? Məsəl üçün child'a children, oxa oxen əlavə edirik. Yəni bu cür olur bu. Daha sonra mürəkkəb isimlərin cəmləməsi. Tərkibində mən, woman olan sözlərin mürəkkəb isimlər var ki, bunlar cəmlənərkən əgər mən, woman sözün birinci hissəsindədirsə, həm mən, woman, həm də digər söz cəmlənir. Məsələn, mən olur men, driver olur drivers. Mən, woman sözü sözün sonunda olsa, o zaman yalnız mən, woman sözü cəmlənir. Məsələn, statesman olur statesmen. Yəni ki, məsələn, bax gördün mən, woman sözün sonundadır. Yalnız mən, woman sözü cəmləndi. Daha sonra gəlirik nəyə? Defislə yazılan mürəkkəb isimlərin cəmi əsasən aşağıdakı formada düzəlir. Yəni defislə yazılan mürəkkəb isimlər, misal üçün sözönlü mürəkkəb inlə, in sözönlüsü ilə yaranan mürəkkəb isimlər var. Məsələn, brother-in-law, mother-in-law, father-in-law. İndi hamısını yazmamışam. O sözlərdə indən əvvəlki söz, brother sözünü cəmləyirsən, olur brothers. Məsələn, amma babysitter sözündə babysitter sözünü cəmləyirsən. Amma sən testlərdə görsən brother, father, mother, inlə olanları gördünsə, indən əvvəlki sözü cəmləməlisən. Anladın bunu? Bəli. Okay. Bitişik yazılan mürəkkəb isimlərdəki mən, woman sözü olmayan bitişik yazılan mürəkkəb isimlərdə də s şəkildə əlavə eləməklə düzəlir. Bir də həmişə təkdə olan isimlər. Bu isimlərin sonu s-lə bitməsinə baxmayaraq həmişə təkdə olur. Hansı isimlərdə deyəcəm onu. Sayılmayan isimlər kimi qəbul olunur. An artiklı heç vaxt qəbul etmir. Xəbəri həmişə təkdə olur. Yəni was, has, does olur. Onlarla işlənəcək işarə əvəzliyi 4 hərfli zətdir. Təkdə olan, yəni əvəz olunur, itlə əvəz olunur və qarşısına rəqəm işlənmir. Bir qrup sonu s-lə bitən isimlər var ki və həmişə təkdə olan isimlər. Məsələn, xəbərlərdir, news sözüdür, idman oyun adlarıdır. Məsələn, billiards, dominoes, giraffes, athletics. Bunlar deməli sonu s-lə bitməsinə baxmayaraq həmişə təkdədir. Və yaxud da elm fənn adı, mathematics, economics, phonetics. Ümumiyyətlə yadında saxla. Sonu icısı ilə bitən elm adı, fənn adı, oyun adının xəbəri həmişə təkdə olur. Yəni bunların xəbəri təkdə olur və sayılmayan isimlərdir. Okay, belə. Bir dəqiqə. Hə.